Əgər həyatınızın elə bir mərhələsindəsinizsə ki, özünüzü çox yetərsiz, dəyərsiz, başqalarıyla dayanmadan müqayisədə hiss eləyirsiniz, bu kitab sizin üçündür və danışacağım şeyləri də sona qədər dinləməyinizi tövsiyə eləyirəm. Yəni istər tələbə olun, istər də ki, hüquqşünas olun və ya olmayın, heç fərqi yoxdur. Düşüncə tərzimiz hard skilllərimizdən mənə görə daha önəmlidir. Çünki istər akademik inkişaf deyəndə, nə bilim, uğurlarınız, karyeranızdakı uğurlar və sair deyəndə ağla ilk gələn qazandığınız həmin nailiyyətlərdir, amma nailiyyətlərə baxış tərziniz, onları necə qazandığınız məsələn və yaxud da dünyagörüş deməyim, amma düşüncə tərziniz deyim də, bütün bunlar digər uğurlardan daha önəmlidir. Belə bir misal deyim, səhv eləmirəmsə Abraham Lincolnun belə bir sözü var idi ki, mənə 6 saat ağacları kəsmək üçün vaxt verirsinizsə, onun 4 saatını baltamı itiləməyə sərf eləyərəm. Bu da belə başa düşə bilərsiniz ki, burada balta deyəndə düşüncə tərziniz, yanaşma tərziniz, soft skillləriniz, yaxud da emosional intellektiniz məsələn nəzərdə tutula bilər. O ağacları kəsməkdəki öyrənməli olduğunuz nələrsə, həyatda qazandığınız uğurlar, akademik uğurunuz, karyeranızdakı uğurlar və s. Ona görə danışacağım bu mövzular birbaşa akademik inkişafla ya da nailiyyətlərlə əlaqəli deyil. Məsələn, digər videolarımda olduğu kimi scholarship opportunity-lərdən və yaxud da xaricdə təhsil fürsətlərindən əlaqəli deyil. Amma dünyaya baxış açınızı və həmin də o akademik nailiyyətlərə baxış açınızı biraz dəyişə bilər. Ona görə gəlin başlayaq. Davud və Qolyat hekayəsi Müqəddəs İncil kitabına görə Fələstin və Fələstinlilər və İsraillər arasında bir döyüş səhnəsi əsnasında baş verir. İsraillərdən bir nəfər, Fələstinlilərdən isə bir nəfər önə çıxmalıdır və bir təkbətəklik döyüş olmalıdır və bu döyüş təkbətək döyüş belə deyək, ümumi nəticə müəyyən eləyəcək. Və belə olur ki, Qolyat bir divdir, çox böyükdür və çox nəhəngdir, çox əcaibdir və onun gücü də elə əslində nəhəng olmağından irəli gəlir. Qolyat Fələstinlilər tərəfindən gəlir qarşıya, İsrail tərəfdən isə heç kim önə çıxmağa cəhd eləmir və bir nəfər çoban çıxır. Çoban da çox cılız, belə hətta sapandı ilə çıxır. Yəni fiziki gücü olmadığına görə. Sapandı ilə çıxır və maraqlısı odur ki, döyüşdə elə manevrlar eləyir ki və sapandından istifadə eləyir ki, cılız olmasına baxmayaraq, fiziki cəhətdən daha az güclü olmasına baxmayaraq, Davud qalib gəlir. Yəni Qolayanı, divi öldürür və beləliklə İsraillər qalib gəlmiş olur. Bu hekayənin ümumiyyətlə məğzi ondan ibarətdir ki, əslində Qolyatı, Qolayanı nəhəng eləyən, fiziki cəhətdən güclü göstərən onun avantajı, yəni üstünlüyü əslində onun dezavantajı idi. Çünki o qədər nəhəng idi ki, yavaş-yavaş hərəkət eləyə bilirdi ancaq. O qədər güclü idi ki, o gücünü toplayıb hərəkət eləyənə qədər fiziki cəhətdən cılız və daha az güclü olan Davud cəld hərəkət eləyir və sapandı ilə onu vurur alnına və sonra yıxa bilir, başından kəsib deyəsən öldürür. Yəni hekayənin məğzi əslində nə sənin avantajındırsa, əslində həm də dezavantajın ola bilir. Yaxud da Davudun belə deyək perspektivindən baxsaq hekayəyə, onun dezavantajı cılız olması idi və o cılız olmasından avantajı olaraq istifadə edib qalib gəlir. Hekayə çox qısa bundan ibarətdir, amma burada əsas ideya hətta kitabın əvvəlində də belə yazır. The advantage of the disadvantages and the disadvantage of the advantages. Yəni avantajının dezavantajı və dezavantajının avantajı kimi belə deyək və bunu müəllif müxtəlif belə deyim həyatın sferalarına qoymağa başlayır. Ən birinci başlayır idman oyunlarından və tarixi hadisələrdən əslində ki, bəzi belə deyim bərabər cəhətdən bərabər olmayan iki komandanı götürsəz, hansı ki fiziki gücləri, təcrübələri bərabər deyil, onların same termdə, yəni eyni qaydalar altında mübarizə aparması heç də məsələn zəif təcrübəsi olan ya da daha zəif olan tərəf üçün uğurlu olmayacaq. Ona görə də gorilla taktikaları məsələn deyilir, tarixdə istifadə olunan müxtəlif hərbi üsullar, belə deyək, bir çox məsələn daha zəif olmasına baxmayaraq daha
təkmil alətlərdən istifadə eləməyən orduların qalib gəlməsi ilə nəticələnib və bunu müxtəlif kontekstlərdə izah eləyir yazıçı. Maraqlıdırsa oxuya bilərsiniz. O faktlara getmək istəmirəm. Amma müxtəlif məsələn illərdə, spesifik illərdə göstərir hansı komandalar, hansı məsələn basketbol komandasını göstərir, necə qalib gəldiyini, yəni qeyri-ənənəvi üsullardan istifadə eləyərək və s. Amma əsas məsələnin məğzi ondan ibarətdir ki, bu mənə bir növ şeyi xatırlatmışdı. Biz müqayisə zehniyyətinə girib həmişə özümüzü başqaları ilə eyni şərtlər altında müqayisə eləyirik. Məsələn, sən düşünürsən ki, oyda mənim filan yaşım var, filan kəsin də filan yaşı var, mən bunu eləmişəm, o onu eləməyib. Və başlayırsan özün dayanmadan eyni şərtlər altında müqayisə eləməyə və məsələn, o kontekstdə Davud özünü Qolyat ilə müqayisə eləsəydi, eyni şərtlər altında olmadığını görəcək və heç qalib gəlmə ehtimalını belə ağlına gətirməyəcəkdi. Çünki fiziki cəhətdən onlar eyni deyil və eyni şeydən müqayisə eləsə, eyni kriteriyadan təbii olaraq qalib gəlməsi ehtimalını belə inanmayacaqdı, ağlına belə gəlməyəcəkdi. Və ona görə yazıçının əslində bütün kitab boyunca bizə çatdırmaq istədiyi elə ideya da budur ki, bizim gücümüz əslində başqası ilə müqayisə eləmədiyimiz, amma özümüzdə gizli olan nədəsə yata bilir. Və bunu görmədikcə biz özümüzü daha da geriyə atırıq. Yəni çünki dayanmadan müqayisə eləyirik. Kitabın ən sevdiyim hissəsindən gəldik. Bu Caroline adlı bir qızın hekayəsidir. Hekayə deyəndə canlı, real olmuş hadisə əsasında yazıçı bunu bizə göstərir. Caroline US-də müxtəlif universitetlərə girir və college, yəni bizim 11-ci sinifdən sonra daxil olduğumuz universitetlər kimi bir neçə universitetin içərisindən ən yaxşı elə bil düşdüyü universiteti seçir. Brown University. Amerikada bilirsiniz ki, bir neçə universitetlər var ki, Ivy League sayılır, yəni ən yaxşı universitetlər, Harvard, MIT kimi. Brown University də o ən yaxşı universitetlərdən biridir. Kimya ixtisasından, səhv eləmirəmsə, kimya idi ya da biologiya, təbiət elmləri sahəsindən Brown University-ni seçir və orada oxumağa başlayır. Caroline'ın belə deyək, əsas xüsusiyyəti o idi ki, ölkə üzrə SAT-si çox yüksək olur və ümumiyyətlə ölkə ortalamasını götürsək, ən yaxşı tələbələrdəndir ölkə ortalaması üzrə. Sadəcə olaraq siz əgər ən yaxşı tələbələri ölkə üzrə bir araya yığsanız, bir komandaya, bir qrupa və yaxud da bir ya da universitetdəki bir qrupa, sizcə nə olacaq? Təbii ki, ən yaxşılar bir araya gələndə digər uşaqlarla özünü müqayisə eləməyə başlayacaq. Yəni siz ortalama həmin belə deyək, qrup arasında ortalama bir şagird olsanız, yenə də əslində ölkə üzrə daha yaxşısınız. Amma o qədər özünüzü daha yaxşılarla, ən yaxşılarla müqayisə eləməyə başlayacaq və özünüzü dayanmadan onlarla müqayisə eləyəcəksiniz ki, ən yaxşıların içində orta olanda həvəsdən düşüb, daha geri, daha özünüzü bir növ toy kimi hiss eləyib, ümumiyyətlə ixtisasdan iyrənə bilərsiniz və məhz belə də olur. Caroline'ın кейsində kimya ixtisasının öz ixtisasını çox sevməsinə baxmayaraq, dayanmadan özünü qrupdakı digər daha yaxşı uşaqlarla müqayisə eləyir. Ortalaması digərlərinə nisbətən aşağıdır, amma ümumilikdə götürsək, ölkə üzrə ortalaması çox yaxşıdır. Yəni ümumilikdə yaxşı kimya tələbəsidir, amma həmin o Brown University üzrə ən yaxşılarla özünü dayanmadan müqayisə elədiyinə görə həvəsdən düşür və sonra ixtisasını atır. Yəni universiteti yarıda qoyur. Bunu oxuyanda mən çox təsirlənmişdim. Çünki məsələ bilirsiniz nədir? Məsələ odur ki, bəzən biz düşünürük ki, böyük akvariumda olmaq yaxşı bir şeydir. Yəni mən böyük akvariumda olsam, hər şey əla olacaq. Və çoxumuzun da həyatdan istədiyi, gözlədiyi, elə məhz məqsədlədiyi şey böyük akvariumda olmaqdır. Caroline'ın кейsində də o olur. Onsuz da o böyük akvariumda olmaq istəyir. Brown University-dir çünki. Kim olmaq istəməz ki, Ivy League-də. Və yazıçı da burada disadvantage of an advantage deyəndə bunu nəzərdə tutur. Advantage Harvardda oxumaqdır. Amma disadvantage Harvardda oxuyarkən itirdiyin şeylərdir. Məsələn, Caroline'ın orada itirdiyi şey nə oldu? İxtisasına olan sevgisi oldu. Özünü dayanmadan çox yaxşıların, ən yaxşıların içərisində ortalama və sıradan birisi kimi görməyə başladı və özünü bir yerdən sonra tupoy hiss eləyib, ümumiyyətlə ixtisasını atdı. Və bəzən sən o qədər böyük
akvariumun içərisində olmaq istəyirsən və o qədər düşünürsən ki, sadəcə advantage budur, dezavantajlarını görmürsən və dezavantajlarını görmədiyin üçün itirdiyin bəzi şeylər ola bilir. Digər bir misal isə impressionist belə deyək, rəssamların misalından verir. Monet və yaxud da Pissarro kimi rəssamlar. Onlar ənənəvi üsulla getmir. Ənənəvi üsul o idi ki, Parisdə müəyyən bir əsrə, müəyyən bir dövrə qədər rəssamlar tanınmaq üçün sadəcə müəyyən bir kütlə tərəfindən təsdiqlənən saraylarda və yaxud da yerlərdə öz əsərlərini nümayiş etdirə və tanına bilərdilər. Bu ənənəvi üsul idi və bunu Big Pound, yəni böyük akvarium adı verir yazıçı. Və impressionist rəssamlar o böyük akvariumun dezavantajlarını bildiyinə görə, məsələn, böyük akvariumun dezavantajı nədir? Sənin əsərin çox belə böyük bir yerdə nümayiş olunursa, orada hər tip göydən yerə qədər divar boyunca əsərlər nümayiş olunur. O qədər sıxdır ki, kimsə orada içəri girib sənin əsərlərinə ya çox belə diqqətlə baxmalıdır, ya da ki, gözdən qaça bilər. Məsələn, adi bir insan girəndə həmin divarlardakı rəsmlərin hamısına fokuslanmaya bilər. Əslində böyük akvariumun dezavantajı da məsələn bu kontekstdə yazıçı bunu izah eləyir ki, impressionist rəssamlar öz əsərlərini ənənəvi üsulla tanıtmırlar. Yəni akvariumun əslində böyük akvariumun avantajını, yəni dezavantajını bildiklərinə görə özləri yaradırlar, öz kiçik akvariumlarını yaradırlar və orada nümayiş etdirirlər və qeyri-ənənəvi üsulla da tanınmağa başlayırlar. Bunu oxuyandan sonra mənə ən çox təsir eləyən şey ondan ibarət idi ki, biz bəzən doğrudan da bir şeyi beynimizdə götürürük ki, okey, filan universitetə getmək, filan yerdə işləmək avantajlıdır, yaxud da ki, filan şəhərdə yaşamaq daha çox mənə belə deyim şanslar gətirəcək ki, bəlkə də elədir, bəlkə də müəyyən qədər avantajlı dediyin şeyin doğrudan da avantajları var. Bəlkə də avantajları var doğrudan da həmin şeylərin. Ancaq sən nə qədər ki onun dezavantajları olduğunu daha doğrusu görmürsən, o qədər də sonra xəyal qırıqlığına uğraya bilirsən. Və yaxud da ki, həyatındakı digər şansları görmürsən. Həmin şanslar ki, sən elə məhz özün öz kiçik akvariumunu yarada bilərsən. Məsələ də bundan ibarətdir. Böyük akvariumda kiçik balıq olmaq, yoxsa kiçik akvariumda böyük balıq olmaq. Məsələn, impressionist rəssamlar məhz bunu eləyir. Kitabda izah eləyir ki, onlar necə kiçik akvariumda böyük balıq olmağı seçirlər və bununla da necə tanınırlar. Və kitabı oxuyandan sonra mənim özümün bir hekayəm yadıma düşdü. Mən çox balaca olanda 2-ci ya 1-ci sinifdə oxuyanda şahmata başlamışdım və şahmatı əslində çox xoşlayırdım. Yəni zövq alaraq getdiyim, yəni özüm ağlayıb eləmişdim ki, məni şahmata qoyun. Qardaşım da gedirdi, həvəsli idim və getməyə başladım. Şahmatda mən gedirdim, zövq alırdım, 1-ci yerə tutdum, qızlar üzrə, Gəncə üzrə, öz yaşıdlarım üzrə. Həmin il 2008 idi deyəsən. Nəsə 2 il dabadal region üzrə 1-ci yerə çıxıram. Çox qəşəng və sonra nə etdilər? Mən öz yaşıdlarım üzrə və region üzrə yaxşı ortalamanın üstündə olsam belə, ən yaxşıları bir komandaya yığmağa başladılar. Bizim bir müəllimimiz var idi, qardaşım da oradaydı və doğrudan da Gəncədəki çox yaxşı şahmatçılar, belə deyim, hamısı ortalamanın üstündə olan yaxşı tələbələri bir yerə yığmışdılar və siz yaxşıların içərisində nisbətən yaxşı olanda özünüzü necə hiss eləyirsiniz? Bəli, düz tapdınız. Təbii ki, özünüzü toy kimi hiss eləyə bilərsiniz ki, mən də özümü elə hiss eləməyə başlayırdım. Dayanmadan rəqabət içərisində, dayanmadan ən yaxşıları, məndən çünki daha yaxşı, çox-çox, yəni yaxşı uşaqlar var idi, çünki yaşa görə bölməmişdilər. Yəni yaşı məndən bəlkə də 15 yaş böyük olan uşaqlar da var idi. Mən sadəcə 3-cü sinif ya da 2-ci sinif uşağı idim. Və dayanmadan özünüzü ən yaxşılarla müqayisə elədiyinizə görə sadəcə bura baxırsınız, yüksəyə baxırsınız, ən yaxşılar və özünüzü onlardan aşağı gördüyünüzə görə, bacarıqlarınızı ya uğurlarınızı, sizin nələrə qadir olduğunuzu və kimlərdən də yaxşı olduğunuzu unudursunuz. Yəni burdakı hissəni unudursunuz və sadəcə yuxarı ilə müqayisə edirsiniz özünüzü və təbii olaraq mən şahmatı buraxdım, zəhləm gedirdi. Ümumiyyətlə indi belə çox az oynayıram. O məndə bir şey kimi qalmışdı. Bu kitabı oxuyanda niyəsə o yadıma düşdü ki, oydan mən də doğrudan şahmata atmağımı, şahmatı heç vaxt oynamaq istəməməyimin səbəbi bəlkə də o idi. Dayanmadan özümü sadəcə ən yaxşılarla müqayisə eləyirdim və əgər ən yaxşıların içərisində ən yaxşı deyiləmsə, deməli
heç nə olmamalıdır. Deməli, aparıb tullamalıyam. Deməli, mən tupoyam prosta. Kitabın ən sevdiyim digər bir hissəsi isə David Boyce'dan bəhs eləyən disleksiya ilə bağlı hissəsidir. Disleksiya ümumiyyətlə araşdıra bilərsiniz nə olduğunu. Çox danışmaq istəmirəm, amma beynin fərqli bir quruluş, nevroloji quruluşdan malik olmasından irəli gəlir. Məsələn, hərfləri səhv görə bilirsiniz. Beyin daha tez işlədiyinə görə, məsələn, b-ni d kimi görmək ya da cümləni oxuyursunuz, səsli oxuyursunuz da, amma bir sözü görmürsünüz cümlənin içərisində. Yəni beyin onu ignor eləyir və sürətli bəzən nələrisə eləməkdə çətinlik çəkirsiniz. Mənim ən çox oxumada problemim var idi. Yəni 6-cı, 7-ci sinifə qədər səsli oxuyanda, yəni bu şəkildə oxuyurdum, hərfləri qarışdırırdım. Yəni hərflər elə bil dans eləyirdi də gözümün önündə. Nəsə sözümün canı əslində disleksiya olduqca insanı tupoy kimi hiss elətdirən bir şeydir. Yəni düşünün, sadəcə oxumaqdır da, üzdən oxumaq, yəni nədir ki, mən onda əziyyət çəkirdim və bu mənə hər şeyə təsir eləyirdi. Dərslərimi öyrənməyimə, nə bilim, özümü sadəcə yaşıdlarımdan daha geridə hiss eləyirdim və əslində yazıçı da disleksiyadan burada danışır, advantage of the disadvantage-dən. Yəni disadvantage burada əslində doğrudan disleksiyaya malik olmaq idi. Mənim özüm də dediyim kimi, yəni müəyyən bir yaşa qədər sadəcə olaraq heç nəyə bacarmayacağıma inanırdım. Çünki faktiki olaraq cəmaatın 1 saat oxuyub bitirəcəyi materialı mən 2 saat sərf eləməli idim. Yəni 2 qat vaxtımı alırdı hər şey. Və əslində bu dezavantaj necə avantajdır, ondan danışır. Məsələn, disleksik uşaqların fikir versəz, başqa sahələrdə istedadları daha çox olur. Düzdür, mən özümü belə çox da istedadlı, xüsusi bir istedada malik insan hesab eləmirəm, amma əksər disleksik insanlarda məsələn kreativlik daha çox yaxşı olur. Məsələn, onlar detalları şey eləyə bilirlər deyə, ötürə bilirlər deyə digər hissələrdə, yəni big picture-ı görmək, böyük bir proyekti idarə eləmək, yaxşı ideyalar ortaya çıxarmaqda daha yaxşı ola bilirlər. Yəni güclü tərəfləri olduğu kimi, həmin o disleksiyanın verdiyi zəif tərəflər kimi güclü tərəflər də var. Və bunun mənim öz həyatımda açığı bir dənə məsələn rolu ondan ibarət idi ki, mən həmişə disleksik olduğuma görə daha çox çalışmalı idim. Və yaxşı ki də daha çox çalışmağıma səbəb olub, yəni öyrədib mənə. Yaxşı ki disleksiyaya malik olmuşam bəlkə də. Məsələn, bəzi insanlar var, çox savadlıdır, beyni çox yaxşı işləyir, amma tənbəldir. Mənim elə bir lüksüm yox idi məsələn. Mənim tənbəl olmaq kimi bir lüksüm yox idi. Mən məsələn bilirdim ki, yəni mənim nəyisə əldə eləməyim üçün, tutaq ki, universitetə girmək idi, nə bilim, olimpiyadada məsələn iştirak eləyirdim. Orada məsələn nəticə toplamağım üçün, ya da ümumiyyətlə nəsə həyatda ümumiyyətlə əldə eləməyim üçün sadəcə olaraq çalışmağım lazımdır. Düzdür, mən bunu düzgün şəkildə eləmirdim. Study smart, study not harder falan deyirlər. Bax, mən orada study hard eləyirdim, not studying smart. Amma düşünürəm ki, mənim həyatda yəni 1-0 belə deyim, həm də irəli aparmağı disleksiyanın ondan ibarət idi ki, mən daha çox çalışqan idim yaşıdlarıma nisbətən. Çünki insan bilir ki, bir yerdə əgər mənim dezavantajım varsa, mən belə bir şey var, I cannot fight on the same term. Yəni eyni qaydalar altında, eyni şərtlər altında döyüşə bilmərəm. Mən fərqli bir şey eləməliyəm. Mən fərqli bir şey eləməyim də sadəcə olaraq çalışqanlığım öz üzərimdə işləməyim idi ki, həyatımı 180 dərəcə dəyişdi. Hələ də hər şeyi sadəcə çalışaraq eləyə biləcəyimi düşünürəm. Özümə inamımı dəyişdi, həyata baxış açımı dəyişdi. Və disleksiya ilə bağlı olan chapter-ı oxusaz kitabda real кейsləri izah eləyir. Hətta burada bir lawyer, yəni vəkilin belə deyim hekayəsi var ki, o disleksik olmasına rəğmən və bəzi şeylərdə, bu arada disleksik insanlar hamı oxumaqdan əziyyət çəkmir. Yəni bəzilərinin orientationında problem olur, bəziləri rəqəmlərlə çətinlik çəkir, bəziləri nəyisə əzbərləməkdə çətinlik çəkir. Yəni bu fərqli bir şeydir. Mən ekspert deyiləm bu necə deyim mövzuda, amma araşdırdığım və bildiyim qədərilə hər kəsdə eyni cür deyil çətinlik çəkdiyi mövzular. Sadəcə olaraq həmin o vəkilin kontekstində belə bir maraqlı кейs deyir ki, o qədər hərflərlə, belə deyək, çətinlik, sözlərlə çətinlik çəkirdi ki, bilirdim ki, mən korporativ hüquqşünas ola bilmərəm. Çünki mən sadəcə olaraq oturub müqavilələrlə işləməyə avantajım yoxdur. Yəni müqavilələrlə işləməyə avantajım yoxdur. Ona görə o litigator olur. Litigator yəni
sözlə, yəni şifahi şeylə, arqumentasiya ilə hakim qarşısında məsələn öz fikrini ifadə eləyib, arqumentlər gətirmək, interpretasiya eləmək və qarşı tərəfi inandırmaq. Düzdür, yazılı tərəfi var, amma o onu çox qəşəng, izah eləyir ki, məhz nəyə görə litigator olmağı seçib və əslində litigator, olması onun avantajına çevrilib. Çünki o daha yaxşı arqumentasiya, belə kreativ insandır axı, həm də bir yerdə çətinliyi varsa, digər tərəfdən də kreativliyi var, və onu necə uğurlu eləyib, uğurlu bir vəkil eləyir. Elə ümumilikdə digər chapterlərə toxunmadım, amma əgər doğrudan da özünüzü hansısa bir həyatın hissəsində dezavantajda hiss eləyirsinizsə, hətta kitabda belə bir yer var ki, kasıb ailədə doğulmağın avantajı. Çünki mən də uşaq vaxtı həmişə fikirləşirdim ki, o da varlı olsa ailəm 100% avantajda olardım da. Amma faktlarla, sübutlarla, qrafiklərlə yazıçı sizə izah eləyir ki, nəyə görə, varlı ailədə doğulmağınız əslində dezavantaj olardı. Yəni bu kitabı ona görə nə qədər tövsiyə eləsəm azdır. Əgər özünüzü doğrudan da müqayisədə hiss eləyirsinizsə, yetərsiz hiss eləyirsinizsə, başqaları ilə dayanmadan özünüzü müqayisə eləyib, pis hiss eləyirsinizsə, mütləq şəkildə bu kitabı oxuyub biraz həyata və dünyaya baxış açınızı dəyişməyinizi tövsiyə eləyirəm. Ümid edirəm sizin üçün faydalı olub. Çalışdım ki, kitabı sadəcə danışmayım sizə, çünki kitabı özünüz də oxuya bilərsiniz. Kitab haqqında təəssüratlarımı bölüşmək istədim. Belə, ümid edirəm zövq alarsınız. Hələlik.